Hansı şizofreniya xəstələri təhlükəli deyil? Şizofreniyada əsas olaraq xəstədə bir izolyasiya olur. Yəni onlar ətraf cəmiyyətdən qopurlar və özlərinin daxili dünyalarına qapılırlar. Çünki onların beyinlərində səslər olur. O səslər onlarla danışırlar. Bəzən onları təhqir edir, bəzən onlar haqqında deyək ki, öz aralarında müzakirələr edirlər və onlar da ona cavab verirlər. O səslərlə bir yerdə oturub dururlar. Bu bəsit forma şizofreniyadır. Yəni ilə gedən, neqativ əlamətlərlə gedən bir şizofreniyadır. Bu xəstələrdə daha çox olan şey öz baxımlarına maraq azalır, işləməyə maraq azalır, cəmiyyətə qoşulmağa, insanlarla ünsiyyətə, evlilik qurmaq. Yəni bunlar baxıma möhtac qalırlar. Bu şizofreniya xəstələri təhlükəli deyil. Digər qrup şizofreniya xəstələrində isə böyüklük düşüncələri olur. Yəni onlar özlərini deyək ki, çox önəmli bir şəxs hesab edə bilirlər. Dünya prezidentlərindən görüşdüklərini düşünürlər, onlardan onlara mesaj gəldiyini, dünyanı dəyişdirmək lazım olduğunu, belə düşüncələrə qapılırlar. Məsəl üçün, mənim bir şizofreniya xəstəm var idi. Uça biləcəyini düşündüyü üçün 10-cu mərtəbədən özünü atmışdı ya da 4-cü mərtəbədən və ayağı qırılmışdı. Yəni uça biləcəyini inanır. Bu inanmaq elə belə inanmaq deyil. Əmindir ki, o uça bilir, onda elə qüvvələr var. Bu xəstələr özlərinə zərərlidirlər, amma ətrafa zərərli deyillər. Amma bir çox şizofreniya xəstəsində əslində siz ətrafınızda olub heç iş yoldaşınız ola bilər, cəmiyyətdə görə bilərsiniz, heç tanımaya da bilərsiniz. Çünki şizofreniya müalicə olunur və olunduğunda da ətrafdakı digər insanlardan fərqli olmurlar.